Değerli izləyicilər, burada qeyd edilir ki, Axund dövlətindən fərqli olaraq Ərəb xilafəti Sasanilər qarşı mübarizə aparması, hər ikisi mübarizə aparıb, ona görə bunu çıxırıq. Xəzər xaqanlığının ordusu ilə toqquşmuşdu, Xəzər xaqanlığının ordusu ilə toqquşmuşdu. Bu təbii ki, Ərəb xilafətinə aid etib götürmək olar, ikini doğru götürürük. Şimal-Qərbi Hindistanın bəzi ərazilərini ələ keçirmişdi. Bu, deməli, Ərəb xilafətində də var idi, ona görə səhvdir. Bizans torpaqlarını fəth etmişdi. Deməli, 4-də uyğundur. Burada 2-4 uyğun olur. Növbəti xəritədə işarələnmiş dövlətin Qaraqoyunlu dövləti ilə bağlı münasibətlərini müəyyən edin. Bu, təbii ki, Şirvanşahlar dövlətinə aid olduğuna görə Qaraqoyunlu dövləti ilə bağlı münasibətlər. Kür çayı sahilində hərbi toqquşmanın baş verməsi doğrudur. 1412-ci ildə baş verib. Qara Yusif ilə birlikdə Əmir Teymura qarşı mübarizə aparılması. Deməli, Əmir Teymurla bağlıdırsa, Əmir Teymur 1405-ci ilə vəfat etmişdi. Bu zaman Qaraqoyun dövləti mövcud deyildi. Yanlışdır. Cahan Şahın dövründə tərəflər arasında gərginliyin aradan qaldırılması doğrudur. Qaraqoyun dövlətinin asılı vəziyyətə salınması. Demək, Qaraqoyun dövlətinin asılı vəziyyətə salınması yanlışdır. Çünki bunlardan, yəni Şirvanşahlar dövləti Qaraqoyunları heç bir dövrdə asılı vəziyyətə salmayıb. Doğru cavabımız 1-3 olar. Diqqətiniz üçün təşəkkür edirik.